Salam, amonim, sinonim və antonimlər mövzusundan 101-ci sualdan davam edirik. 101-ci sual. Euler-Venn diaqramını tamamlayın. Demək, söz həm amonim olmalıdır, həm də çox mənalı, çünki sual işarəsi Venn diaqramının kəsişən yerinə qoyulub. 101-ci sualda cavab A bəndidir, çünki dolu sözü həm amonim olur, bir var ki, yağıntı kimi, məsələn, dolu yağdı. Bir də var ki, həqiqi mənada işlənən sifət kimi, məsələn, dolu qab. Dolu sözü həm də məcazi mənada işlənə bilər. Məsələn, beynin fikirlə dolu idi və ya nə bilim, tutaq ki, qəlbim dərdlə dolu idi. Çox mənalı olursa, məcazi mənalı olursa, onda həm də çox mənalı olur. 102-ci sual. Sual işarəsinin yerinə yazıla biləcək sözü müəyyən edin. Demək, elə söz olmalıdır ki, o həm həqiqi mənalı söz olmalıdır, mənalar arasında yaxınlıq olmamalıdır, həm eyni, həm müxtəlif nitq hissəsinə aid olur, eyni zamanda ümumi və xüsusi isim kimi işlənə bilmir. Burada cavab amonimlərdir. Amonimlərin məna tayları çox mənalı sözlərdən fərqli olaraq yalnız həqiqi mənada olur. Mənalar arasında da yaxınlıq olmur. Bəli, yaxınlıq olsa sinonim olur. 103-cü sual. Hansı nümunədə antonim sözlər yoxdur? A bəndində gecə və gündüz var. A bəndini sildik. B bəndində demək ağa və nökər var. Burada da antonim sözlərdir. C bəndində yerlər və göylər var. Bunlar da antonim sözlərdir. D bəndində analı qızın özü böyüyər, anasız qızın sözü. Belə analı və anasız bunlar antonim sayılmır. Çünki burada bunların kökləri eynidir. Kökü anadır. Burada şəkilçilərin antonimliyi var. Bunlarda həqiqi antonimlik sayılmır. Cavab burada D bəndidir. E bəndində isə nəşənin qədrini bilməzdi insan, qüssə olmasaydı, qəm olmasaydı. Demək, nəşə sevinç deməkdir, qüssə və qəm isə kədər deməkdir. Burada da antonimlər var. 104-cü sual. Uyğunsuzluğu müəyyən edin. Demək, həm söz verib, bir də sözün demək, kontekstə uyğun cümlə daxilində sinonim işləndiyi nümunə. 104-cü sualda məsələn, burada cavab E bəndidir. Çünki aşkar aydın mənasında deyil, aşkar görünən mənasındadır. Aydın bir gecə idi, yəni hava işıqlı idi mənasındadır. A bəndinə baxaq. Cəmaət danışır ki, onun getməsinə siz bais olmusunuz. Yəni siz səbəb olmusunuz. Bais səbəb deməkdir. Baiskar da səbəbkar deməkdir. B bəndində maneə qarşısına çıxan bütün əngəlləri, bəli, əngəl maneə deməkdir. C bəndində qəzəb hiddət deməkdir. D bəndində də iclas yığıncaq deməkdir. Amma E bəndində aşkar görünən deməkdir, aydın demək deyil. 105-ci sual. Uyğunsuzluğu müəyyən edin. Demək, söz, onun sinonimi və antonimi. Söz dərhaldır. Dərhalın sinonimi çevik deyil. Çünki dərhal zərfdir, çevik sifətdir. Sinonimlərin məna tayları eyni nitq hissəsi olmalıdır. Demək, burada uyğunsuzluq var. Sözün sinonimi uyğun deyil. B bəndində safın sinonimi təmizdir, antonimi də qarışıqdır. C bəndində əsarətin sinonimi köləlikdir, antonimi azadlıqdır. D bəndində dərə və çuxur sinonimdir, E bəndində təzə və yeni sinonimdir, antonimlər də düz verilib. 106-cı sual. Ayrılıqda antonim olan sözlər hansı cümlədə biri sifət, digəri zərf kimi iştirak edir? Demək, ayrılıqda antonim olan sözlər. Az danış, çox danışmaqdan çox danışmaq adama zərər gətirər. Az danış, çox danışmaq adama zərər gətirər. Burada deməli, az danış və çox danış. Az və çox həm antonimdir, həm də eyni nitq hissəsidir. Çünki azdan sonra danışmaq gəlib, çoxdan sonra da yenə danışmaq gəlib. Hər ikisi hərəkətlə bağlı olduğu üçün hər ikisi cümlədə zərf kimi işlənib. Bizdə isə deyir ki, biri sifət kimi olsun. Ona görə bir olanlı variantları silməliyik. B bəndi və D bəndini sildik. İkinci sualda pis davranmaq adamı yaxşı nəticələrdən uzaqlaşdırır. Bəli, burada pis və yaxşı antonimdir. Demək, ikidə pisdən sonra davranmaq gəlib. Ona görə pis zərfdir, çünki hərəkətlə bağlıdır. Yaxşıdan sonra isə nəticə gəlib. Nəticə isə isim olduğu üçün yaxşı cümlədə sifət kimi işlənib. Demək, 2 mütləq olmalıdır. Biri biz bayaq silmişdik. 2 də mütləq olmalıdırsa C bəndində silirik.
3-də əyri və düz. Əyri oturaq, düz danışaq. Hər ikisindən sonra hərəkət gəlib. Əyri oturaq, düz danışaq. Ona görə hər ikisi zərfdir. Bizdə isə deyir ki, biri sifət olsun. Demək 2 və 5 variantı qalır. 5-ə baxaq. Doğru danışan yanlış sözə boyun əyməz. Doğru danışan yanlış söz. Bunlar demək aid olduğu sözdən bir yerdə götürürük. Doğru danışan. Danışan bilirik ki, feili sifətdir. Feili sifətlər feil sayılır. Demək, burada doğru sözü feillə bağlıdır, yəni zərfdir. Yanlış söz, söz isə isimdir deyə, yanlış sifət kimi işlənib. Cavab oldu A bəndi 2-5. 107-ci sual. Hansı sözün sinoniminə aid nümunə yoxdur? Yad nabələd deməkdir. Yad adam, nabələd adam. Buna aid sinonim var. Parıltı bərk deməkdir. Ərəb sözüdür. Bərk vurdu. Yəni çox parıldadır. Çox parıltıya bərk deyirlər. Məsud bəxtiyardır. Xəlvət pünhandır. Hilal ay deməkdir. Ay sözünə aid nümunə yoxdur. 108-ci sual. Burada isə uyğunsuzluğu tapmalıyıq. Demək, sözün sinoniminin işləndiyi nümunə. Bir söz olmalıdır. Bir də onun sinoniminin işləndiyi nümunə olmalıdır. 108-də A bəndinə baxaq. Nöqsanın sinonimi qüsurdur. Nöqsan, qüsur. Burada uyğunsuzluq yoxdur. Burada uyğunluq var. Nöqsan və qüsur sinonimdir. Düzgün işlənib. B bəndinə baxaq. Bəsitlik. Onun etiraflarına sadəlövcəsinə inanmışdıq. Yox, bəsit, sadəlövlük, bəsitlik demək deyil. Ona görə burada bəsitlik, sadəlövlük, bəsitin sinonimi sadəlöv deyil. Burada uyğunsuzluq var. C bəndinə baxaq. Maniyə. Maniyənin sinonimi əngəldir. Burada düz işlənib. D bəndinə baxaq. Böhtan. Böhtanın sinonimi iftiradır, şərdir. Bu da düz işlənib. E bəndində israr. İsrarın sinonimi təkiddir. Burada da düz işlənib. Cavab oldu 108-də B bəndi. 109-cu sual. Hansı nümunədə fərqləndirilmiş sözlərin başlanğıc forması amonim deyil? Sözlərin başlanğıc forması. Yəni, leksik şəkilçi ilə bir yerdə götürməliyik və ya kökdən sonra qrammatik şəkilçi varsa, biz sadəcə kökə baxmalıyıq. A bəndi. Yar mənim beynimi, yar qəlbimi yar. Yəni, böl mənasında. Sən həmişə bizim işlərimizə yarayırsan. Demək, birinci nümunədə söz yardır. O birisində isə sözün başlanğıc forması yaradır. Çünki burada yarmaqdan yara yaranıb. Bu sözün başlanğıc forması yaradır. Bu sözün başlanğıc forması isə yardır. Artıq başlanğıc forması fərqlidir. Bunlar amonim deyil. Yəni, sözün başlanğıc forması fərqli olduğu üçün amonim deyil. Cavab elə A bəndidir. B bəndinə baxaq. Dağın döşündə otlayan heyvanlar qara nöqtələr kimi görünürdü. Sinəmə çəkdiyi dağ. Bəli, buradakı dağ, yəni kədər mənasındadır. Buradakı dağ isə, yəni coğrafi obyekt mənasındadır. Burada amonimdir. C bəndinə baxaq. Seyr et bu varlığı şeyda bülbülüm. Həyata müjdədir yeni bir bəstə. Bəstə musiqi bəstəsi mənasındadır. O bəstə dilbərim sözdən küsməsin. Bəstə, yəni orta boylu deməkdir. Uca boylu insanlara minarə deyirlər. Orta boylu insanlara isə bəstəboy deyirlər. Demək, musiqi bəstəsindən bəstəboy bunlar amonimdir. Bunu da sildik. D bəndində nə yaxşı ki, insan əli yetmir günəşə, yetə bilsə min qitəyə parçalayacaq. Qitə bilirsiniz də, coğrafiyada işlənir, materik qitə. Yəni, yer səthinin parçalanmış forması, su ilə əhatə olunan forması qitə. Bir də deyir ki, qəzəl, qəsidə, qitə mənasındadır. Bu da demək, ədəbiyyatda termindir. Bəli, bunlar da amonimdir. Bir var coğrafiyada işlənən qitə, bir də var ədəbiyyatda işlənən qitə. E bəndində cırıldayan arabanın çarxları qazmış yolu yerdən almış əsəri. Buna görə də sizin mənə tövsiyə etdiyiniz əsəri diqqətlə oxudum. Bəli, burada əsər sözü iki mənada işlənib. Bir var əlamət mənasında. Burada əlamət mənasında işlənib. Yerdə qalmış əsəri. Cırıldayan arabanın çarxları
qazmış yolu yerdə qalmış əsəri, yəni izləri qalıb, arabanın izləri qalıb yerdə. Bir də var ki, siz tövsiyə elədiyiniz əsər, bu da bədii əsər mənasındadır. Bunlar amonim sözlərdir. 110-cu sual. Bir-biri ilə sinonim olan sözlər hansı misrada işlənib? Hayqır könlüm, bundan betər çaxhanı. İnsan yanır, torpaq yanır, dağ yanır. Bacım, indi ağlamağa vaxt hanı? Qardaş deyib, yurttaş deyib ağlama. Burada demək, vaxt və çağ sözləri sinonim sözlərdir. 110-da cavab E bəndidir. 111-ci sual. Çoxmənalı söz və amonimlər sıralamasını nəzərə alsaq, nöqtələrin yerinə hansı sözlər yazılmalıdır? Demək, yüngül sözü çoxmənalı sözdür. Bunu qabağına yazaq C. Xəbər sözü amonim sözdür. Göz sözü çoxmənalı sözdür. Qayın sözü isə homonim sözdür. Ardıcıllıq belədir. Çoxmənalı amonim, çoxmənalı amonim. Sonra gəlməlidir çoxmənalı, sonra gəlməlidir amonim. Burada cavab D bəndidir. Çünki yayılmaq məcazi mənada işlənə bilir. Məsələn, sirrim hər yana yayıldı, sözüm hər yana yayıldı. Əqrəb sözü də yalnız amonim olur. Sadın əqrəbi, bir də həşərat mənasında. 112-ci sual. Misraların birində feil və isim, digərində əvəzlik və isim kimi işlənən amonim sözləri müəyyən eləyin. Günəş qızır, çimirik. Hər gün dənizdə, çayda. Bizə mahnı söylüyür. Axan bulaq da, çayda. Demək, qız sözü həm feil ola bilir, məsələn, havaların qızması, həm də isim ola bilir, yəni oğlan qız mənasında. Demək, biri götürdük. 3-də isə biz sözü var. Demək, biz sözü həm əvəzlik olur, yəni şəxs əvəzliyi kimi mən, sən, biz. Bir də var ki, çəkməçinin bizi. Ona görə cavab oldu 1, 3, A bəndi. 113-cü sual. Misraların birində feil və isim, digərində əvəzlik və isim kimi işlənə bilən amonim sözləri müəyyən eləyin. Demək, misraların birində feil və isim, digərində isə əvəzlik və isim kimi işlənən. Qıracağam qolumdakı zəncirləri, bizə meydan oxumasın hər yad elli, ana dilim ürəkləri fəth eləsin, vətənimdə işlətməyin siz yad dili. Burada deməli, birinci misrada qır sözü var. Qır sözü həm feil olur, nə isə qırmaq. Həm də isim kimi ola bilir. Evlərin üstünə o vaxt qır tökürdülər və ya asfaltın qırı mənasında. Demək, bir mütləq var. Çünki qır həm feil olur, həm də isim olur. İkinci misra, bizə meydan oxumasın hər yad elli. Burada da yenə biz var. Biz, bayaq dediyimiz kimi həm isim olur, həm də feil. Burada da cavab elə 1-2-dir, yəni B bəndidir. 114-cü sual. Hansı amonimlər eyni nitq hissəsinə aiddir? Çat sözü eyni nitq hissəsinə aid deyil, çünki bir var çatmaq, harasa çatmaq. Bir də var ki, sifət kimi. Yəni çat şüşə. Ona görə bəndini sildik. Kök sözü də onun kimi. Bir var ki, sifət kimi, kök adam, bir də var ki, ağacın kökü. C bəndində isə bəstə sözü həm sifət kimi işlənir, orta mənasında bəstə boy. Həm də musiqi bəstəsi mənasında isim kimi olur. D bəndində qoyun bir var qucaq mənasında, bir də var ki, heyvan mənasında, hər ikisi isimdir. Hava bir var musiqi havası, bir var atmosfer, hər ikisi isimdir. Kürək bir var ki, kənd təsərrüfatı aləti, bel, kürək. Bir də var ki, elə insanın kürəyi, beli mənasında, bəli, hər ikisi isimdir. E bəndində isə köç həm isim olur, həm də feil. Bir var harasa köçmək, bir də var elə köç. Məsələn, köç yaylağa çatdı və ya köç qışlağa çatdı. Don sözü də onun kimi. Bir var ki, uzun qadın paltarı, bir də var ki, donmaq mənasında. O da feil və isim olur. Ona görə E bəndində sildik, cavab D bəndi. 115-ci sual. Hansı amonimlər eyni nitq hissəsinə aiddir? Nəticənin A bəndində hər ikisi isimdir. Bir var sonluq, işin nəticəsi. Bir də var imtahanın nəticəsi, yəni bizim nəticəmiz, sınağın nəticəsi, hər ikisi isimdir. Bağ bir var ki, ip mənasında, ip, ayaqqabının bağı. Bir də var bağça, bağ mənasında, hər ikisi isimdir. Qoyunu da bayaq izah etdik, bir var heyvan, bir də var qucaq mənasında. Cavab elə A bəndidir, çünki hər ikisi isimdir, yəni məna taylarının hamısı isimdir.
Demək B bəndində mürəkkəb sözü bir var ki, qələmin mürəkkəbi isim, bir də var ki, mürəkkəb çətin. C bəndində quru sözü bir var ki, qurumaq feil, bir də var quru ağac sifət. Yəni digərlərini izah eləmirəm, sadəcə hərəsindən. Məsələn, D bəndində tut sözü var. Bir var nəyisə tutmaq feil, bir də var ki, yediyimiz meyvə tut. Burada da qala sözü var. Bir var ocağı qalamaq feil, bir də var ki, müdafiə qalası. Ona görə cavab 115-də oldu A bəndi. 116-cı sual. Hansı nümunənin tərkibində əsas nitq hissəsinə aid amonimlər işlənmişdir? Əsas nitq hissəsinə aid. A bəndi. Həyat sevincin də, əzabın da şirindir. Burada eyni nitq hissəsinə aid amonim yoxdur. Ona görə A bəndini silirik. B bəndində kəndli yazıq çıraq tapmır yandıra. Burada da amonim sözlər yoxdur. Ona görə B bəndində silirik. Əgər yan sözü olsa, yan sözünün bir var tərəf mənasında o yana getdi. Yəni o tərəfə getdi. Bir də var ki, yanmaq feili. Amma yan da deyil. Burada yandırdı. Ona görə başlanğıc formasını götürürük. O isə amonim söz deyil. C bəndi. Dedim qaytar sal aləmə bu səsi. Bəli, burada sal sözü. Demək bir var ki, taxtaları birləşdirib sal düzəldirlər. Çayda zadda üzmək üçün. Bir də var ki, əlindən yerə salmaq. Yəni feil kimi bu əsas nitq hissələrinə aid olan amonimdir. Cavab oldu 116-da C bəndi. 117-ci sual. Hansı nümunənin tərkibində əsas nitq hissəsinə aid amonim sözlər işlənmişdir? Burada cavab D bəndidir. Siz nə gözəlsiniz, yollar, ayollar. Yol sözü amonim sözdür. Bir var ki, yol magistral mənasında, məsələn, burada magistral mənasında işlənib, maşın yolu mənasında. Bir də var ki, yolmaq feil kimi. 118-ci sual. Sifətlərdən hansıların amonimi isimdir? Oynaq sözünün bir mənası isimdir, bir mənası sifət. Bir var ki, oynaq musiqi, bir də var ki, məsələn, oynaqlarım ağrıyır. Yəni sümüklərin birləşən yeri. Biri götürdük. Yaşlı sözü isim ola bilmir. Dolu sözü isim ola bilir. Göydən dolu yağdı mənasında. Demək 1-3 varsa 1-3, 5 avtomatik cavab çıxır. Çünki 1-3-ün olduğu bəstə sözündə bayaq dedik. Bəstə bir var ki, orta, bir də var ki, bəstə musiqi bəstəsi. 119-cu sual. 119-da sifətlərdən hansıların amonimi isimdir? Keçici amonim sözü yoxdur. Keçici isim yoxdur. Alçaq ismi də yoxdur. Buruq sözü var, neft buruğu, bir də var ki, buruq saç. Tər sözü bir var ki, insanın təri və ya məsələn at tərləyir. Tərləmək mənasındakı tər. Bir də var ki, təzə tər mənasında. Dar sözü də bir var ki, yəni dar ağacı mənasında. O vaxt cəza vermək üçün bir vasitə idi. İnsanları dara çəkirdilər, dar ağacından asırdılar. Bir də var ki, dar yol sifət kimi. Cavab oldu 3, 4, 5, D bəndi. 120-ci sual. Müxtəlif nitq hissələrinə aid olan amonimləri müəyyən edin. Bar sözünün hər iki mənası isimdir. Ona görə biri silirik, yəni bir olmamalıdır. Yar sözünün bir var yarmaq, bir də var sevgili yar mənasında feil və isim olur. Buruq sözünü, demək buruq saç və neft buruğu isim və sifət olur. Sarı sözü yenə sifət olur. Sarı rəng, bir də sarımaq feil. Ud sözü bir var ki, nəyisə udmaq, bir də var qədim musiqi aləti. Demək 2, 3, 4, 5. 2, 3, 4, 5 olan variant elə B bəndi gəlir. Digərlərinə də baxaq. Top sözünün hər iki mənası isimdir. Çay sözünün də onu kimi hər iki mənası isimdir. Aşıq sözünün də yenə hər iki mənası isimdir. Göy sözünün də bir mənası sifətdir, göy rəng. Bir mənası da səma, asimə mənasında isimdir. Ona görə cavab oldu B bəndi. 121-ci sual. Deyilişi və yazılışı eyni olan, lakin amonim olmayan müxtəlif nitq hissələrinə aid sözləri müəyyənləşdirin. Qocalar bir var ki, feil kimi, qocadan qocalmaq, ər-ərdə qeyri-qəti gələcək zaman şəkilçisi. Məsələn, deyir, bu dərdi çəkən adam tez qocalar. Qocadan qocalmaq, qocalmaqdan da ər qeyri-qəti gələcək zaman şəkilçisi.
Bir də var ki, qocalar, qoca olur sifət, yəni isimləşmiş sifət. Lər də cəm şəkilçisi olur. Demək, birinin başlanğıc forması qocalmaqdır, birinin başlanğıc forması qocadır. Bunlar amonim sayıla bilməz. Demək, burada bir mütləq var. Deyilişi və yazılışı eynidir, amma amonim deyil. Müxtəlif nitq hissələrinə aiddir, bəli. 2-yə baxaq. Bir var ki, almadan, məsələn, almadan 2 dənəsini yedim. Bir də var, olur feili bağlama. Məsələn, almadan gəlmə. Sənə tapşırdıqlarımı almadan gəlmə. Biz bilirik ki, deyilişi və yazılışı eyni olan sözlər amonimdir. Bunun isə deyilişi, yazılışı eyni deyil. Almadan, almadan. Vurğu, deyilişi dəyişir. Ona görə 2 olanları silirik. Yəni, deyilişi və yazılışı eyni deyil. Çünki deyilişi eyni deyil. 1 olan elə cavab 1, 4, 5 qalır. İndi 4-ə baxaq. Yaradan, bir də var ki, yaradan. Bir var ki, demək, uca yaradan. Birində sözün kökü yaratmaqdır. Yaratmaq. An, ən, fe'li sifət şəkilçisidir, uca yaradan. Bir də var ki, bu yaradan. O birisində isə sözün kökü yardır, yarmaqdan yaradır, dan də çıxışlı kal şəkilçisidir. Bu yaradan, məsələn, heç kəs ölməz və ya bu yaradan sənə bir şey olmaz. Demək, birində başlanğıc forması yaradır, birində başlanğıc forması yaratdı. Bunlar amonim sayıla bilməz. Yazılışı, deyilişi eynidir. Burada çox yazı oldu. Mən bunları silim. Demək, yaratmaqdır birində də yaradır. Bunlar başlanğıc forması fərqlidir, amma yazılışı, deyilişi eynidir, yəni amonim deyil. Yazılar da onu kimi. 2 dənə biz bura yazılar yazaq. Bir var ki, yazmaqdan yazı, yazıdan yazılmaq, ərdə yenə qeyri-qəti gələcək zaman şəkilçisi. Məsələn, deyir ki, o da yəqin ki, yaxın günlərdə imtahana yazılar və ya yarışa yazılar. Birində isə, məsələn, yazmaqdan yazıdır, yazıdan yazılardır. Məsələn, yazılar, tutaq ki, yoxlama üçün verildi. Yazılar, nə bilim, sinif rəhbərinə təqdim olundu. Yazılmış yazılar mənasında. Demək, birinin başlanğıc forması oldu yazılmaq, birinin başlanğıc forması oldu yazı. Başlanğıc formaları fərqli olduğu üçün bunlar da amonim sayıla bilməz. Cavab oldu 1, 4, 5. 122-ci sual. Sinonim sözlər. Peşkəş. Peşkəş bəxşiş deməkdir, hədiyyə deməkdir. Qazancı isə, yəni sənin işlədiyinin müqabilində verilən bir şeydir. Peşəkar və rüşvət isə tamam ayrı-ayrı sözlərdir. 123-cü sual. Sinonim sözlər. İstehza. İstehza bir mənası ələ salmaqdır, bir mənası da rişxənd eləməkdir. İnciklik isə istehzadan əmələ gələn bir şeydir. Yəni istehzadan doğulan bir şeydir. Kimsə bizdən istehza eləyir, biz ona görə incik qalırıq. Yəni onlar sinonim deyil, o onun biri səbəb və nəticəsidir. İstehza narazılıq da onun kimi, yəni istehzadan narazılıq doğur, istehzadan inciklik doğur. Bu bir-birinin səbəb nəticəsidir. Bunlar sinonim sayılmır. 124. Hansı amonimlər müxtəlif nitq hissəsinə aiddir? Burada bir incidir, incimək kimi. Bir də inci, mərcan, yaqut kimi qiymətli daş. Biri qat kimi, qat bir var lay, yəni birinci qat, ikinci qat. Bir də var aranı bir-birinə qatmaq. Qax da onu kimi. Bir var ki, meyvə qurusu qax. Bir də var ki, elədiyi yaxşılığı başa qaxmaq. 125-ci sual. Hansı amonimlər müxtəlif nitq hissəsinə aiddir? Biri yaddır, bir var özgə mənasında, sifət kimi. Bir də var ki, mənim yadım, isim kimi. Yar onu kimi, bir var nəyisə yarmaq, odunu yarmaq, feil kimi. Bir də var isim kimi, sevgili yar mənasında. Yan da onu kimi, bir var yan, yəni yanmaq mənasında feil. Bir də var yan tərəf, mənim yanım, mənim böyrüm mənasında. 126. Hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Yay sözü, bir var feil kimi, nəyisə yaymaq. Bir də var ki, ox yay mənasında. Yaz sözü də, bəli, bir var bahar yaz mənasında, bir var ki, yazını yazmaq mənasında. Yol sözü də onu kimi, bir var nəyisə yolmaq, bir də var maşın yolu mənasında. Qol sözünün mənaları isimdir. Uç sözü də hər iki mənası feildir. Bir var ki, qanatlanmaq, quş uçdu.
Bir də var ki, divar uçdu mənasında, yəni aşdı mənasında. 127. Hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Tala sözü bir var ki, çapıb talamaq. Bir də var ki, meşənin ortasındakı ağac olmayan sahə. Tək sözü bir var ki, sifət kimi tək ağac. Bir də var ki, dib mənasında, məsələn, quyunun təki mənasında. Quyunun təkinə endi. Məlik Məmməd quyunun təkinə endi, yəni quyunun dibinə endi. Bir də var, bayaq dedik, tər mənasında, bir var təzə tər, sifət, bir də var ki, insanın təri mənasında isim. 128-ci sual. Hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Şişin bir mənası şişmək mənasındadır. Bir mənası da isim kimidir, yəni kabab bişirilən şiş. Qarış onu kimi bir var ki, bir qarış, iki qarış, yəni ölçü vahidi isim, bir də var qarışmaq. Çaşın mənası da bir var ki, çaş adam, bir də var ki, çaşmaq mənasında, yəni səhv eləmək mənasında. Digərlərin məna tayları isimdir. 129. Hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Bəstə sözünü bayaq dedik, sifət və isim olur. Ondan sonra çap sözü bir var ki, çap, yəni kitab çapı mənasında isim, bir də var ki, çapmaq feil kimi, demək 2, 4. Bir də göy sözü həm sifət olur, göy rəng, həm də səma, asimən mənasında, asimən mənasında isim olur. 130-cu sual. Amonim kimi işlənə bilir. Sonsuz bir var ki, övladı olmayan adam, sonsuz adam. Bir də var sonu olmayan, məsələn, kainat sonsuzdur deyirlər. Yəni hər ikisi sifət kimi işlənir, olur amonim söz. Uçmaq onu kimi bir var aşmaq, divar uçdu. Bir də var quşun uçmağı mənasında. Bulamaq bir var ki, qarışdırmaq mənasında, qarışdırmaq. Məsələn, doyğanı buladıq ki, çürüməsin. Bir də var ki, üstünü bulamaq, yəni çirkləndirmək mənasında. Kağız sözü amonim deyil, sənəd də amonim deyil. Vurulmaq bir var ki, yaralanmaq mənasında, düşman tərəfindən vuruldum. Bir də aşiq olmaq mənasında. Cavab oldu 1, 2, 3, 6. 131-ci sual. Amonim kimi işlənə bilir. Buz amonim ola bilmir. Xal amonim ola bilir. Bir var üzdəki xal, bir də var xal toplamaq. Yəni bizim 10 xalımız var, 50 xalımız var və s. Kərə də onu kimi bir var ki, kərə yağı, bir də var kərə qoyun deyirlər. Qulağı kəsik qoyunlara kərə qoyun deyirlər. Kağız amonim ola bilmir. Yarı sözü bir var ki, yarımaq, yarımaq. Yəni faydasını görmək. Məsələn, deyir səndən yarımadım mən, yəni faydanı görmədim. Bir də var ki, yarısı mənasında. Məsələn, yarı səndədir, yarı məndədir. Bir də zərf sözü var. Amonim kimi. Bir var ki, məktubu qoyduğumuz zərf, bir də nitq hissəsi zərf. Cavab oldu 2, 3, 5, 7. 132-ci sual. Hansı nümunələrdə amonimliyi olan söz işlədilmişdir? Demək, bir də say sözü var. Say sözü həm yəni şey kimi olur, feil kimi, məsələn, 10-a qədər saymaq, həm də hörmət qoymaq mənasındadır. Ondan sonra şəkil yağlı boya ilə, bəli, boya sözü də amonimdir. Bir var boyamaq, bir də var boya rəng mənasında, 1, 2. Bir də qazan sözü var, qazan. Qazan sözü bir var ki, yemək bişirilən qazan, bir də var qazanmaq mənasında, pul qazanmaq. Burada hörmət qazanmaq məcazi mənada işlənib, amma amonimdə ola bilir. Cavab oldu 1, 2, 5. 133-cü sual. Nümunədə nömrələnmiş sözlərdən hansıları amonim kimi işlətmək olar? Üfüqdə qan ləkəsi, günəşli göy ətəyi maviyə çalır, yol üstündə may çiçəkləri. Bu sərbəst şeirdir Rəsul Rızanın. Burada qan sözü bir var ki, yəni insanın qanı, bir də var ki, qanmaq mənasında, başa düşmək. Göy sözünü bayaq dedik, səma, asiman kimi, bir də var ki, rəng kimi. Yol sözü də
Amonim sözdür. Bir var nəyisə yolmaq, bir də var gedilən yol mənasında. 134-cü sual. Hansı nümunədə amonimliyi olan sözlər işlədilmişdir? Şaxtanın təsirindən çaylar. Bəli, burada şaxta sözü amonim olmasa da çay sözü amonimdir. Bir var içilən çay, bir də var Kür çayı, Araz çayı mənasında axan çay. Bir də don sözü var. Babası nəvəsinə qəşəng don almışdı. Bir var don düşdü. Yəni soyuq mənasında. Bir var qadın paltarı mənasında. Bir də var ki, donmaq mənasında feil. Cavab oldu 1, 4. 135-ci sual. Nümunələrin hansında bir-biri ilə amonim olan sözlər işlədilmişdir? Yerlərə baxıram, bağçalı, bağlı. Demək, bağ sözü amonim sözdür. Ona görə 1-i götürürük. 2-yə baxaq. Bu dünya bir dayanacaq. Allah bilir kim nə qədər dayanacaq. Burada demək, bu dünya bir dayanacaq. Buradakı acaq-acaq leksik şəkilçidir. Burada isə acaq-acaq qəti gələcək zaman şəkilçisidir. Bunların başlanğıc forması eyni deyil. Demək, birincidə başlanğıc forma axıra qədərdir, dayanacaq. Birində isə başlanğıc forması dayandı. Ona görə bunlar amonim sayıla bilməz. 3-ə baxaq. Elxan girdi palçığa, üz gözümü buladı. Bax, bu bulamaq sözü bayaq dedik. Toplan görüb utandı, quyruğunu buladı. Quyruğunu buladı, yəni quyruğunu hərəkət elətdirdi. Bir də var ki, üst başını buladı, yəni çirkləndirdi. Cavab oldu 1, 3. 4-də isə aqil o kəsdir ki, yazıb qoya bir əsər. Bir iz qoymayanın yerində yellər əsər. Birində sözün başlanğıc forması əsərdir. Birində sözün başlanğıc forması elə əsdir, əs. Yəni əsmək feilindən ar-ər qeyri-qəti gələcək zaman şəkilçisi yaranıb. Ona görə bunlar da demək amonim sayılmır. 136-cı sual. Nümunədə işlənmiş sözlərlə bağlı düzgün fikirləri müəyyən eləyin. Nümunəyə baxaq. Taxta dirəkləri torpağa deyil, qoydular Füzuli divanı üstə. Yarıya bölündü düz 150 il, gəraylı, bayatı, muğam, şikəstə. 1-ə baxaq. Nümunədə işlənmiş divan sözü eyni nitq səsinə aid amonimdir. Bəli, divan sözü bir var ki, oturmaq üçün, dincəlmək üçün üstündə oturduğumuz. Bir də var ki, şeirlər toplusuna divan deyilir. Füzuli divanı, yəni Füzulinin şeirlər toplusu. Bu amonimdir, bəli, bir var. 2-yə baxaq. Nümunədə həm ədəbiyyatşünaslığa, həm də musiqiyə aid sözlər işlənmişdir. Demək, şikəstə, bəli, bu musiqiyə aid sözdür. Qoşma gəraylı isə ədəbiyyatşünaslığa aid sözdür. Ona görə 2-ni də götürürük. 3-ə baxaq. Sözlərin hamısı həm leksik, həm də qrammatik mənaya malikdir. Xeyr. Düz 150 il. Buradakı düz ədatdır. Ona görə bunun leksik mənası yoxdur. 3-ü silirik. Qoy sözü həm ədat, həm də feil kimi işlənə bilir. Bəli, qoy sözü həm ədat olur, həm də feil olur. Amma elə olanda amonim olmur. Qrammatik amonim olur. Qrammatik amonim də amonim kimi götürülmür. Antonim və sinonim olan sözlər yoxdur. Bunu silək, sözlər görünsün. Antonim və sinonim olan sözlər yoxdur. Demək, sinonim olan sözlər var. Məsələn, bölündü, bölmək, parçalamaq və ya kəsmək. Məsələn, çörəyi böldü, çörəyi yarıya kəsdi. Bölmək sözü, yəni nisbi sinonim kimi işlənə bilir. Antonim söz də üst sözünün antonimi altdır. Məsələn, stolun üstü, stolun altı. Antonim ola bilir. Demək, bu da səhvdir. 136-da cavab oldu 1, 2 və 4. 3 ilə digərlərini isə izah elədik. 137-ci sual. Nümunədə işlənmiş sözlərlə bağlı düzgün fikirləri müəyyənləşdirin. Nümunəni oxuyaq. Bəxtiyar Vahabzadənin şeiridir. Taxta dirəkləri qoydular, ax, qəlbimin, ruhumun, dilimin üstə. Biz güldük, ağladıq yenə də ancaq bir sazın, bir telin, bir simin üstə. 1-ə baxaq. Bir həm ədat, həm də say kimi işlənir. Bəli. Məsələn, bir bura gəl, elə olanda bir ədat olur. Amma bizə cəmi bir xal lazımdır, onda say olur. Bəli, bir var.
Nümunədə isim və əvəzlik kimi işlənən amonim söz vardır. Burada biz sözü bəli həm isim olur, həm də əvəzlik olur. Demək 2 də var. Dil həm amonim, həm də çoxmənalıdır. Bəli, dil sözü bir var ki, ingilis dili, rus dili kimi, bir də var insanın dili kimi. Məsələn, dilimi dişlədim olsa, onda amonim olur. Piyanonun dili, ayaqqabının dili olanda isə çoxmənalı olur. Demək, 4-ə baxaq. Antonim və sinonim olan sözlər yoxdur. Var, elə məsələn, gülməklə ağlamaq antonimdir. Gülmək sözünün sinonimi də var. Güldük, gülümsədik, qəhqəhə çəkdik və ya bunlar da sinonim olur. Demək, sözün sinonimi və antonimi də var. Yəni, sinonim və antonim olan sözlər var. Sözlərin hamısı həqiqi mənadadır. Qəlbimin, ruhumun üstünə qoydular taxta dirəkləri. Xeyr, qəlbimin, ruhumun üstünə taxta dirəkləri qoydular. Bu məcazi mənadadır. Ona görə burada bütün sözlər həqiqi mənada işlənib. Xeyr, cavab oldu 1, 2, 3. 138-ci sual. Hansı nümunələrdə bir-birindən amonim olan sözlər var? Bir-birindən amonim olan sözlər. 1. Demək, misraları, sətirləri düzərək, düz yazın, düz danışın. Demək, düz yazın, düz danışın. Bir də var ki, düzərək. Hə, demək, birində düzmək feildir, birində isə düzmək zərfdir. Ona görə bunlar amonimdir. Demək, feil və zərf kimi işlənən amonimlərdir. Düz sözü bir-birindən amonim kimi işlənib. 1 var. Acın toxdan xəbəri olmaz. Xeyr, acla tox antonimdir. Əkin başladı, səpin başladı. Əkin, əkin, səpin, səpin. Bunlar da amonim sayılmır. Xırda, kiçik, balaca, hər nə varsa tök saca. Xırda, kiçik, balaca bunlar da sinonimdir, amonim deyil. Mürəkkəb bir zamanda, mürəkkəbdir qələmi yazdıran. Bəli, mürəkkəb bir zaman, mürəkkəb zaman, yəni çətin zaman sifət kimi işlənib. Qələmi yazdıran mürəkkəbdir, qələmin mürəkkəbi, bu isə başqa mənadadır, yəni amonimdir, 2 müxtəlif mənadadır. Cavab oldu 1, 5. 139. Hansı nümunələrdə bir-birindən amonim olan sözlər var? Al əlinə bir boya, divarları tez boya. Bəli, burada boya sözü bir isim kimi işlənib, bir də boyamaq feil kimi işlənib. Bunlar amonim. 6 bulaq içərlər, üstü zəmi biçərlər. Burada altdan üst antonimdir, amonim deyil. 3-ə baxaq. Bap balaca bir boyu var, dam dolusu toyu var. Burada da yoxdur, yəni amonim olan söz yoxdur. Bir-birindən amonim olan söz yoxdur. Məsələn, dolu sözü ayrılıqda amonimdir, amma bir-birindən amonim deyil. Ona görə 3-ü də götürmürük. Mürəkkəb bir zamanda bayaqki nümunədir. Mürəkkəb bir zamanda mürəkkəbdir qələmi yazdıran hər iki mürəkkəb amonimdir. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Buradakı hər iki bağ eyni mənada işlənib. Yəni amonim kimi işlənməyib. Ona görə 5-i də götürmürük. 139-da cavab 1, 4. 140-cı sual. Hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Bayaq demişdik, oynaq sözü bir var sifət, bir var isim kimi. 80 sözü də bir var say kimi, bir də var səksənmək feil kimi. Digərləri isə demək eyni nitq hissəsinə aid amonimlərdir. Müxtəlif nitq hissəsinə aid deyil. Cavab oldu 3, 4. 141-ci sual. Verilmiş nümunədə altına xətt çəkilmiş sözlər semantik baxımından nə sayılmalıdır? Demək, yerlə, göylə. Yerlə göy antonimdir. Antonim var. Başdan oxuyaq onda. Ah, mən günü-gündən bu gözəlləşən, işıqlı dünyada necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Dost, aşina həm də sinonimdir. Demək, antonim, sinonim var. İşıqlı dünyadan necə əl çəkim? Yer sözü həm də amonim ola bilir. Yer, bir var ki, yer kürəsi mənasında, bir də var torpaq mənasında. Məsələn, uşaq yerə yıxıldı mənasında. Demək, həm də amonim var burada. Ondan sonra demək, amonim, sinonim, antonim. Dost sözü həm də çoxmənalı ola bilir, məcazi mənada işlənə bilir. Məsələn, o mənim könül dostumdur və ya o mənim həyat dostumdur, o mənim ürək dostumdur. Ona görə demək, 141-də cavab oldu 1, 2, 4, 5.
142-ci sual. Bir-biri ilə amonim olan sözlərin işləndiyi bəndi müəyyən eləyin. Demək, bənd daxilində, daha doğrusu cümlə daxilində və ya cümlələr iki cümlə daxilində eyni söz bir-birindən amonim kimi işlənməlidir. Birə baxaq. Bağçadakı çiçəklərin ətri hər tərəfə yayılmışdı. Çiçək dərs əlaçısı idi. Xeyr. Demək, xüsusi isimlər amonim kimi işlənə bilməz. Çiçək burada insan adıdır. Ona görə amonim işlənə bilmir. Xüsusi isimlər amonim ola bilmir. Bu qaydadır. 2-yə baxaq. Çap hərfləri ilə yazmağa icazə verilmişdi. Burada çap, yəni kitabın çapı mənasında. Bir də var, Kərəm atı çapırdı, yəni sürətli şəkildə sürürdü. Bəli, çap sözü burada hər ikisi müxtəlif mənada işlənib, amonim kimi, demək 2 var. 3-ə baxaq. Diş ağrısına dözmək çətindir. Köhnə darağın dişləri. Xeyr, burada demək diş sözü ikincidə darağın dişi məcazi mənada işlənib. Ona görə çox mənalı sözdür, amonim deyil. 4-ə baxaq. Yol yoldaşı olmayınca insanı tanımaq olmur. Vətən yolunda, ondan sonra nə bilim həyat yolunda, bunlar məcazi mənadadır. Ona görə bunlar amonim ola bilmir. 5-ə baxaq. Poçt şöbəsi daşdan tikilmiş 2 mərtəbəli binada yerləşirdi. Aramsız yağan yağış çayın daşmasına səbəb oldu. Demək, daş sözü bir var ki, daşdan tikilib bina. Bir də var ki, çay daşdı. Buradakı daşmaq sözü bir isim, bir də feil kimi işlənib. Cavab oldu 2 və 5. Uyğunluğu müəyyən eləyin. Bu qayda sualıdır. A bəndinə baxaq. Eyni leksik məna ilə bağlı bir-birinə yaxın məcazi məna. Məcazi məna gördüksə bu çox mənalı sözdür. Demək, A 1-ə uyğun gəlir. Həm eyni, həm də müxtəlif nitqsələrinə aid ola bilir. Bu təkcə amonimə aiddir. B-ni 2-yə yazdıq. Bədii ədəbiyyatda təzad yaratmaq xeyr. Təzad yaratmaq antonimlərə aiddir. Bənddə antonim yoxdur deyə C heç birinə aid deyil. Deyilişi və yazılışı eyni, mənası fərqlidir. Bu əlbəttə ki, amonimdir. Fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır. Yersiz təkrarın qarşısını alır. Yersiz təkrarın qarşısını alanlar sinonimlərdir. Demək 1A, 2B, D, 3E bəndi. 144. Uyğunluğu müəyyən eləyin. Eyni nitq hissəsinə aid amonimlər, müxtəlif nitq hissələrinə aid amonimlər. Ağrı sözü müxtəlif nitq hissəsinə aiddir. Bir var ki, ağrı, məsələn, qolumda ağrı var isim, bir də var ki, ağrımaq feil. Demək, A-nı yazdıq 2-yə. Tütək sözü heç birinə aid deyil. Çünki tütək ümumiyyətlə amonim deyil. Ona görə tütəyi silirik. Ləpəli sözü bir var dalğalı mənasında. Bir də var, yəni ləpəli qoz. Yəni qozun içində ləpə var mənasında. Bu eyni nitq hissəsinə aiddir. Çünki hər ikisi sifətdir. C-ni yazdıq 1-ə. D bəndi. Böyür, bir var böyürmək. Feil kimi. Bir də var böyür, yəni yan tərəf. Böyürüm ağrıyır məsələn. Və ya böyürümdə oturur. Mənim böyürümdə oturmuşdu. Kürək sözü də bir var bel kürək, yəni insanın beli. Bir də var kənd təsərrüfatı aləti. Demək, cavab oldu 1C-E, 2A-D. 145-ci sual. Uyğunluğu müəyyən eləyin. Yenə eyni və müxtəlif nitq hissəsinə aid olan amonimləri soruşur. Qitə sözü bilirik ki, hər ikisi eyni nitq hissəsinə aiddir. Düzdür, biri coğrafi obyektdir, bir də ki, ədəbiyyat terminidir, amma eyni nitq hissəsinə aiddir. Demək, A-nı yazdıq 1-ə. 50 sözü bir var ki, 50 qoçaq deməkdir. Bir də var ki, 50 say. B isə müxtəlif nitq hissəsinə aiddir. C bəndi sancaq. Sancaq sözü amonim deyil, ona görə silirik. Çən sözü bir var duman çən mənasında. Bir də var su çəni mənasında, yəni eyni nitq hissəsinə aiddir. Onda olur 1A-D. Saç bir var ki, saçmaq. Bir də var insanın saçı, o da müxtəlif nitq hissəsinə aiddir. Feil və isim kimi. 1A-D, 2B-E. 146-cı sual. Sözlərdə amonimliyin hansı nitq hissələrinin arasında olmasıyla bağlı uyğunluğu müəyyən eləyin. Ov sözü bir var ovmaq, divarı ovmaq.
Bir də var ova çıxdıq. Yəni feil və isim kimi A-nı yazdıq 3-ə. Göy sözü bir var göy rəng, bir də var göy səma mənasında. B-ni yazdıq 2-yə. Nəticənin hər ikisi isimdir. Nəticə bir var nəvə nəticə mənasında. Bir var ki, işin nəticəsi mənasında, sonluq mənasında. Bir də var imtahan nəticəsi mənasında. Buruğun da bir mənası sifətdir. Buruq saç, bir də var neft buruğu. Demək sifət və isim olur. Sarı sözü isə demək bir var ki, sarı rəng kimi, yəni sifət olur. Bir var sarımaq olur feil. Bir də var məsələn mənə sarı, bu isə amonim sayılmır da, qrammatik amonim sayılır. Demək sifət və feil olan belə bir variant yoxdur. Ona görə E bəndə heç birinə uyğun gəlmir. Cavab oldu 1C, 2BD, 3A. 147-ci sual. Burada yenə uyğunluğu müəyyən eləməliyik. Qalx sözünün bir mənası isimdir, bir mənası feil, yəni başa qalxmaq mənasında. A-nı 3-ə yazırıq. Dolu sözünün bir mənası isimdir, bir mənası sifətdir. Dolu qab, bir də var göydən dolu yağdı. B-ni yazdıq 2-yə. Sən sözünün hər iki mənası isimdir. Mürəkkəbin bir mənası sifətdir, mürəkkəb məsələ. Bir də var ki, qələmin mürəkkəbi demək isim və sifət olur. Bunu da yazdıq 2-yə. Doğru sözü isə heç birinə aid deyil. Çünki doğru sözü çox mənalı söz kimi işlənir, amonim ola bilmir. Demək 1C, 2 B, D, 3A. 148-ci sual. Sinonimlərin işlənmə ardıcıllığını soruşur. Kitab nəfis tərtibatı ilə, nəfis yəni gözəl və ya zərif tərtibatı ilə, demək birinci gəlməlidir 3. Gərək elə edəsən ki, tamah səni aldatmasın, yəni nəfs səni aldatmasın. Nəfis zərif deməkdir və bu zərif deməkdir. Nəfs isə tamah deməkdir. Tamah isə yəni nəfs deməkdir. Yəni 4 hərflə yazılan tamah deməkdir. Demək sonra gəlir 4, 3, 4. Keçdim artıq gülə-gülə mən ələmdən. Ələm kədər deməkdir. Nəşə sevinç deməkdir. Demək sonra gəlir 1. Müxtəsər isə yığcam qısa deməkdir. 2. Demək 3, 4, 1, 2. Sinonimlərin işlənmə ardıcıllığı bu şəkildədir. 149-cu sual. Sinonimlərin yenə işlənmə ardıcıllığı soruşulur. Kitab zərif tərtibatı ilə diqqəti cəlb edirdi. Bu verilmişdi. Təzədən niyə verilib o? Anlaya bilmədik. Zərif nəfis deməkdir da. Yəni nəfis tərtibatı. Demək 3 uyğun gəlir. Gərək elə edəsən ki, nəfs səni aldatmasın. Nəfs də tamah deməkdir. Bu bayaqki sualın eynisidir. Demək sonra 8 gəlir. Hüzün kədər deməkdir. Hüzün. Demək sonra 1 gəlir. Yığcam isə lakonikdir. Lakonik. Qısa. Demək cavab oldu 3, 8, 1, 6. Sağ olun.